Qəbul imtahanında düşən bir sualda səhvə yol verilib. Dimdən açıqlama. İyunun 1-i tarixində keçirilən 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və Rus bölməsi üzrə riyaziyyat fənnindən bir sualda texniki səhvə yol verilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verir. Bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin cavab düzgün qəbul olunacaq.